Selam, Kurban Bayramınız mübarek olsun dostlar, necəsiniz? Bazı kardeşler, ne haber? Ne haber, ne haber, ne yaşıyorsunuz, ne yaşıyorsunuz? Görüm kimler dərxəst verib, bir nəfər nabələt gətirək. Salam, Fövqəyə qardaş. Salam, Yusuf qardaş. Çox kimdir? Cafer dadaş şefim. Yaşa. Cafer bir dakika sabırlı libasımı giyimi. Qardaş, haralasan? Sen? Haralasan, Jalba. Cafer. Tasvirin niye kat oldu be? Görmüsən məni? Yok tasvirin Beteri Kulu dadaş etti. İndi görmüsən? Yok dadaş ettin. Kullan gittin. Onda sənin internetindəndir. Bilhassa sabırlı görüyorum. Wi-Fi'ye vesile olmuyor. Ben pişiremeyin benden olan. Bir döyüt olanca. Bir döyüt olanca. Selam Ahmet Cafer. Salam. Cafer yorulmuyorsan. Qardaş, özü ucu görsən. Tanıdın. Tanıdın beni. Yox. Yadında ben de defahan isterdim. Özü mərif elədi, özü mərif elədi. Senin var ben de daha zaten şehirde Zaferaniye'de bahan isterdim. Salam, haqqı. Senin de bir motorun vardı, Alaşranisiyle gelerdi. Ha, Türkü şalvar giyer. ha, Yemezsen başıma tanıdın. ötürüyor baba. Ha, başıma dolanım, ha, çoxdandır gəlmişəm, zəvrac edim, yadımdan çıxdım, nökərəm. Çalbayı, Emrede. vafatlar çıxıb da, bir dənə oxucuyla, yox, səsindən özürdür. Ben okuyorum. Ha. Sen söylüyordun, bir insan okuma. Bir dənə oxucuyla dostlar keyf edərsin. Ha, okumam yok dedi. Ben sen geceydin hırsızlığı yerdi. İstedadın nə məniyə var, istedadın. İşte rahatım geç kıymara. Lan hardasan? Ben nahiyede şifte. Ha, Allah yormasın, Allah yormasın. Nerede daha ses durmadı. Nerede abi? Yox, Hava olacaksın. bilmirəm valla. Olmadı. Qoy bazılardan gətirmiş, sən neyini? Bazılar- Live'ımız yendi. Bazı Götür. Təbriz dərxəst ver gətirim. Bu şimdi. Alo. Selam. Selam. Salam. Efendim Cafer ağa. Yaşayasan. Ben Melikan'dan muzahim oluyorum bağışta. Təsviri verməzsən, biləcəksən. Hafta yok da ben Cafer. Benden təsvir isteme. Ana məni tanıyır. Ana bize gelip qonaq. Nə anası? Bizde olmaz ana. Tahiye xanım. Hə? Tahiye xanım olmaz Təbrizdə. Aha, qocar var. O bize qonaq gəlmişdi. O məni tanıyır. Mən təsvir verirəm. Bir onunkuna gedəyəm. İndi də dərxast verdim bir rəsə gətdin. Əllərin ağrıması. Xanavadə nə şey. Subaysan. Baba, mənim ağam var, nümayişgahımız var, bonqahımız var Məlikanda. 3 dənə oğlum var. Bacım, Gənim var, Cəfər. Mən çox gələm baxayam. sizin nəzir deyərlər, neçə kilo Aha. olsun? Neçə kilo olsun? Ola soğuşma məndən Cəfər sən. Ozu yox ki, bilsən nə mənə Mən bax. 84-dəm. 84-dəm. Mən onlardan deməsən Allah. Yox,
üst-üstə bilirsən, istəyirəm ki, məsələn, kişilər də 70 olsun, ağalar da 60, xanımlar da 60. Bilirsən niyə? Bildi, ah Cəfər, görüşməyəsən mənə. Sən də görmüsən. Yo, mən səni görməyəm. Bayaq gördüm. Hə, bu cəmaat niyə məni görmür? Yo, Mən- çox istəyəm. Vallahi həmişə baxayam. Həmişə gələn baxayam. Hə, bu mərdum məni niyə görmür? Qocaq bu kimdir? Alo. Evim yıxıldı, onu da qışlağa görüşdü. Çırıqdan. Alo. Salam. Salam aleyküm. Yaxşısınız? Bazı siz Şamız xeyir. Bimaristandasın. Bəli. Haran arayır. Salam Mehdi Nökərə. Ha, Elə şey, yerim ananı ağrıyır gətir. valla. Sağla görə bazı poq-poğa qatışıb. Bir danışır. Mən də qonaqlığa təhvil alım. Təzə qonaqdılar ha bunlar. Mən hamımızın ayağını toplayım. Bazı sizin adınızı bir mərif Bəli. eləyin. Adınızı bir mərif eləyin. Mənim adım Nazənindir. Nazənin xanım, xoş gəlibsən, səfa gətiribsən, həmişə sən gələsən inşallah. Yaşa, qurban olum. Mən Olur. çoxdandır sənə dərxəst verirəm, qəbul eləməzsən. Bazı söz elə bilsən niyə? Tanımıram ki, şansa gətirirəm, gözən gətirirəm. Ostururlar. Valla, vaqiyyət daha mən də şərməndə olam Yox, qonaqlarımda. Biliyəm, Cəfər, bilirsən, nə adamın çoxdur da bizdəyə saat düşməysən, də o dikinən. Mən də elə ona görə qorxumdan nabələt adam gətirəmirəm. Batı, mərəqalısan, ay Batı, sizin adınız nə olur? Mən Şəhinəm, Məlikanlıyam. Sana valla. Şəhinəm, Məlikanlıyam. Aha. Şəhin xanım, mənim bir dostum var, quşbazdır, adı Şəhindir. Kişidir bəli. Evim yıxıldı, amin oldu. Valla, məhəlli yoxlardan Şəhindir. Sonradan adın qoydu Həsən. Şəhərdə adı Ax, işlər. Şəhin adı kişi olmaz. Hə? Kişiyə Şəhin adı olmaz, Cəfər. Vallah deyir. Vallahi burada yazıblar dur otur. Otura bilmirəm. Noxoşam mən. Cəfər, elə sabah. sevindim Sümeyyə bağışmısınız, çox xoşal oldum. Sağ olasınız. Şəhin xanım, Bəli. Şəhin xanım, bizim bu 200 nəfər, 300 nəfər adam var. Bunlara səfa verin də. Bir dənə hətta əqəl oxuyun, öskürün. Cəfər, görüşməyəcəksən, narahat oluyam. Onda get dərxəst ver, komment qoy, kommentdən gətirim. Ax, komment haydan qoyun, baş almayam mən. Dərxəst ver, live-da yazın, səlam. Aha, yaxdı. Sal aşağı. Qoy ötür o. O mənə görmür. Sən də görürsən, ya görmürsən, sən də getçinə. Görür. Yo, mən səni görürəm Cəfər qardaş. Nə iş görəm indi? Barmaqlarını oynadısan. Aha, onda bəs sən görürsən. Bazı Şəhin xanım, bir dənə səndən ərzim var. Şəhin xanım, Ay bala, Şəhin xanım o getdi, bax sən qalırsan, tək sən qalırsan. Xanım da ötür. ay qət olur ağa. Qoy çıxım bir də girim. Girmə istəmirəm, sən də geç görək. Ay, onlar hardan gəlirlər? Günləmə. Şəhin xanım getdi, hamısı getdi. O yöndə kim gətirik? Bir də mən deyəcəkli oxuyum.
Gördün mü dostlar? Joe Biden koy get sen geldin burada siyaset danışsın. Qallaq Şeyxanaya. Joe Biden sen de yalanın özü uzarıq deme. Joe Salam Mehriban qardaş. Salam Cafer ağa. Aylan o sıraq səsi gəldi. Sən idin. Salam Cafer ağa. Deyirəm nökərəm. Deyirəm əvvəldə sən girəndə o sıraq səsi gəldi. Osturmadın. Ağzından osturdum valla sen. Bilmə çırıqdın təsvir verdin. Cafer. Yanamıyasın. Sen bəlkə layıbı dosturan sən. Səs gəldi tez qulağa çatdı. Çalba haralısan. Aslan duzdu. Oh. Gəlmişdim aslında. Ağın geldi haber vermedin ki. Salam bazı, koy Tehranlı bazımız. Çalba oxumaqsa başa alsan, nə mənə başa alsan. Buyur xidmətinizdə varıq. Sağ ol. Gittim ben. Sizin işiniz nə mənadır? Ben transitem. Tileri şoförüsən. Allah canıma dəyməsin, Allah yormasın. Sağ ol kardeşim. Ondan sonra nə iş görürsən? Ondan sonra çok işler, her iş gördüm. سلام Salam əzizəm. Bu nə tüməşi? سلام Ötür. کاترین بر نمیگرده باید اینو برش گردونم دوربینه چجوری برمیگرده آها Müşteri ne dara əzizəm bərgərdin maşallah. برگردوندم سلام Qurban hep verəm. Xar əzizəm həmişə Tobiyayı. سلامت بشی جعفر میشناسی Əzizəm چه خبر Eid Qurban تعطیلات کجا رفته بودی؟ من الان یه هفته از کلا شمالم جعفر خالصم خوش میگذرونی؟ جای شما خالی جای شما خیلی خالی و به احترام شما شالم هم سرم کنم که لایه بده که میان برات ایراد نگیرم قربون شالت بدم مشکلی نداره خیلی بانمکی سلامت بشه بلاگر خوب تو یه بلاگر خیلی خوبی جعفر جان عزیزم گوشتت شیرینه جعفر سیودا رو یادت میاد قبلا لایو میذاشتیم سیودا رو یادت میاد کیه عزیزم سیودا کیه سیودا دختره که تو شمال بود حالش بود الان میاد تو لایو ببینش فکر کنم دارین همدیگه رو فالو دارین من خواهرای عزیزم را تا عمر دارم حمایت میکنم یه ذره ناراحتیشو قبول نمیکنم همیشه عزیزم دلت شاد باشه داداش گلم همیشه دلت شاد باشه عزیزم من خودت تو رو فالو دارم ولی اون چیه آره میشناسم آره اینو هم میشناسم اینم خیلی مهربونه خیلی شما آقا جعفر وقتی که میاد همیشه نگاه میکنم خواهرای عزیزم وقتی که میاین لایومون از خودشون خوشبختی میارن قربونت نظر لطفت ممنونم چیکار میکنی عزیزم هیچی خونه ای جعفر همینجوری نشستیم خونه ای من به فکر من مجردین آره بله من اینجا لایو ازدواجی برگزار میکنم اونها که مجردن میتونن انتخابش را بکنن
و آره واقعا اونا که مثلا میخواهن ازدواج کنن من میتونم یه ذره ای از لطف محبتشون رو به جا بیارم. آره بله الان الان هر کدومتون هر درخواستی بجی چجور همسری میخوای، پولدار باشه یا شوفر باشه یا دکتر باشه، من میتونم براتون اینجا خدمت گذار باشم. اینجا چند تا دکتر هست لایومون، دکتر چشم پزشک و دکتر قلب، دکتر گاوداری، همه چی دکتر هست. یا حتی این میگه من گاوداریه رو میخوام، دکتر گاوداریه. جعفر انسان بودن خیلی مهمه تا اینکه ببین شغلش چیه. آره واقعا اونجوریه، واقعا اونجوریه. آدم باشه واقعا. آره اگه میخوای براتون یه انتخابی کنین تا من بتونم براتون خوشبختی بیارم. یکی کامنت گذاشته فکر کنم اینا مرد داشتن. آره دیگه وقتی که ما مردیم، یعنی که وقتی خودمون تنهایی گیلمون از آب میکشیم بیرون واسه خودمون تنهایی زندگی میکنیم میشیم یه پا مرد. اونم تو این اوضاع. آها نه کامنت هرچی بیادبی میکنه میندازم بیرون. عزیزم اسمتون چیه؟ سوم اینم رهاه. یه گوشی رو تکون نده. سیودا جون شما موسیقی علاقه دار؟ موسیقی خیلی علاقه دارم. موسیقی براتون چند درصد اثر میذاره روحیت؟ آره من همیشه عصبی هم باید آهنگ گوش کنم. میدونم اثر میگذاره، اثر یعنی روحیتون رو عوض میکنه. نه حالم خوب میکنه. آره آقا اینجا یک دکتر هست میگه منو بیار بالا. شاید براتون چیز ازدواج میکنه. آره یا چی؟ آره دیگه چیکار کنیم دیگه، ازدواج کنیم. ترکی هم حرف بزنی من میدونم، اما دفعه میتونم ترجمه کنم. دکتر گروزیت سب کن. من تو سر بی لیول بی شخصیتت شرمنده شدم ازتون. نه چند سال تو مجازی میدونیم دیگه اینجور چیزا رو. سعی بکن کسایی که نمیشناسی رو نیار بالا جعفر. عزیزم والا یه اتفاقی افتاد. اون شخصیت خود اون چی بود؟ شخصیت خود یه اتفاقی بود. ول کن اتفاقو. اصلا کی بودی اومدی بالا تو واقعا اگه واقعا این کارا رو که میکنی خودتو نشون میدادی قیافتو، نه اینکه بیای پشت پرده اینجور ادوازی ها در بیاری. قارن دیدم یه جوری گوزید درخواستا بسته شد. چقدر باد تو دلش جمع شده. میخواستم یه چی رو بیارم الان دیدم یه جوری گوزید درخواستا بسته شد. چیکار کنیم؟ سگ زندگی هستن دیگه جو دیگه هستن نفش ضعیفه. جعفر نفش ضعیفه. ممنونم لطف دارین. ازتون خواهش میکنم هر شب بیاین لایومون رو رونق کنین. شما اگه شما سلامت منم هیچ واقعا بعدت بشم جعفر جان. مرسی که آوردی بالا. بچه ها رو میخوای بیاری بالا بیا قربونت برم. عزیزم میگم تا حالا تبریز اومدین یا نه اومدین؟
نیومدم تبریز نیومدم. ای کاش بیاین چون اینجا هواش خیلی هر وقت خواستیم بیاین برام دارش بده شمارمو بفرستم چشم از چشم تبریزم حتما بخوام بیام خبر میدم. بازدید کنیم بازدید. مرسی قربونت برم حتما دستت درد نکنه مرسی که آوردی بالا. تهران اومدی قدم به چشم خبر بده کلبه درویشی چیزی هستش در قربونت خدمت باشه. برم شما همیشه در قلب من جا داری عزیزم. عزیزم مرسی لطفت کنم مراقب خود. عزیزم یه چیزی بگم اگه میتونی یه ذره نازک خودتو نازش کن خیلی کلفتی چشم چشم میدونی کلفت یعنی اینجوری میدونم. چشم 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 ممنونم میتونی مرسی برای روحیت خیلی فرق میکنه. چشم چشم مراقب خودت جان مرسی شب قربون بله مهربونیتون بای برم قربون مهربونیتون برم خدا قربونت خدا aya be bunlar yanlış namerdin oğlu belə vurdu ki live'da dərxastlar bağlandı. Dosta ceyardan live açım. Live'ı ceyardan açım. Belə vurdu ki salam ay belə qdar nökərəm. Dosta mən live'ı dubara açıram. Kulağırdan açım.